Salam əziz şagirdlərim, bugün sizdən baxacağıq hərəkət, fiqurların oxşarlığı bölməsi və koordinatlar metoduna. Rahat qaydalarda heç bir çətinlik yoxdur, başlayaq. Demək, hərəkət dedikdə müstəvi üzərində istənilən iki nöqtə arasındakı məsafəni saxlayan çevrilmə başa düşülür. Məsələn, verilən düzbucaqlı hər ikisində də eyni düzbucaqlıdır. Modul işarəsi isə biz zaten modulu öyrənəndə demişdik ki, modul məsafədir. Burada hər bir modul işarəsi isə məsafəni göstərir. Burada verilən ABCD düzbucaqlısı sadəcə hərəkət edib. Sanki yana aşıb və A1, B1, C1, D1 formasında yazılıb. Və A-dan B-yə qədər olan məsafə A1, B1 məsafəsinə bərabərdir. Həmçinin B-dən C-yə qədər olan məsafə B1, C1 məsafəsinə bərabərdir. Yəni bu uzunluq həmçinin bu uzunluqdur və yaxud da BC uzunluğu buradakı BC uzunluğuna bərabərdir və s. və ilaxır. Yəni bizim fiqurumuz hərəkət elədikdə, sağ tərəfə döndükdə, açdıqda və s. onun ölçüləri, məsafələri dəyişmir. Olduğu kimi də qalır. İndi bəs bu anlayış bizə nəyə lazımdır? Baxacağıq sizlə buradakı düstura. Buradakı düsturu daha yaxşı başa düşmək üçün bizə lazımdır. Bir xəssə qeyd olunub. Xəssədə deyir ki, hərəkət zamanında nöqtə-nöqtəyə, düz xəttə, parça-parçaya, şua isə şuaya çevrilir. Və yarım düz xəttlər arasında bucaq dəyişmir. Və salam. Ümid edirəm ki, bu da yəni anlaşılan bir cümlə oldu. Nöqtə-nöqtəyə çevrilir, düz xəttə, parça-parçaya, şua-şuaya və s. və ilaxır. Homotetiya. Homotetiya deyəndə biz oxşarlıq başa düşürük. Homotetiya demək oxşarlıq deməkdir. Burada dalğavari işarə isə oxşarlığı bildirir. K isə homotetiya əmsaldır. Burada dönməni qeyd edib, istəsəniz dönməni oxuyarsınız. Mən əsas keçirməyi istəyirəm fiqurların oxşarlığına. Yəni dönmədə başa düşülməyəsi bir şey deyil, çox rahatdır. Nümunə də verib. İndi baxırıq fiqurların oxşarlığı. Homotetiya, yəni oxşarlıqda biz K homotetiya əmsalını, oxşarlıq əmsalını öyrəndik. Bəs oxşarlıqda nədir? Baxın, bu sözləri də istəyirsiniz, özünüz oxuyarsınız. Əsas mən bir dənə bunu izah eləyəcəm. Və salam, mövzumuz bitmiş sayılacaq. Yəni, sadəcə bu düstur və aşağıda 2 dənə əlavə düstur da var. Onları bilməyiniz demək olar ki, kifayət edir. Baxın, A dedikdə tərəf başa düşülür, fiqurun tərəfi. H dedikdə hündürlük, M dedikdə median, L tənbölən P perimetr, R böyük radius, kiçik yeri isə kiçik radiusu göstərir. Bunları qeyd edeyim bir dənə sizin üçün. Aha, qeyd elədim. Bir də deyirəm, A dedikdə tərəf, H hündürlük, M median, L tənbölən, P perimetr, R böyük radius, kiçik yeri isə kiçik radius. Böyük radius, kiçik radius nədir? Məsələn, verirdi bizə hər hansısa bir dördbucaqlı, onun daxilinə çəkilmiş çevrə var idi, xaricinə çəkilmiş çevrə var idi. Daxilinə çəkilmiş çevrənin radiusunu kiçik R ilə, xaricə çəkilmiş çevrənin radiusunu böyük R hərfi ilə işarə edirdik. Yəni kiçik R, böyük R dedikdə bunları nəzərdə tuturuq. Deməli, bizə 2 dənə fiqur verir. Tutaq ki, 2 dənə üçbucaq verib və yaxud da 2 dənə trapeziya verib və s. və ilaxır. Verdiyi fiqurlarda 5 bucaqlı da olar, 6 bucaqlı da, amma çox vaxt imtahanlara elə 3 bucaq, 4 bucaq, maksimumda trapeziya düşür. Digər fiqurlardan çox istifadə olunmur. Verdiyi iki fiqurun tərəfləri nisbəti, hündürlükləri nisbəti, medianları nisbəti, tənbölənləri nisbəti, perimetrlər nisbəti, radiusları nisbəti və yenidən radiuslar nisbəti bir-birinə bərabərdir və həmin o nisbətlərin hamısı isə K homotetiya əmsalına, yəni oxşarlıq əmsalına bərabərdir. Və salam. Bunu bir dənə yadınızda saxlayın. Dediyi birdəki tərəflər, hündürlüklər, medianlar, tənbölənlər, perimetrlər, radiuslar nisbəti, bu bölmə nisbəti idi də biz bilirik. Nisbəti bir-birinə bərabərdir. Bu bərabər işarəsini boş-boşuna qoymayıblar. Yəni, riyaziyyatda bərabər, bəlkə də gözümüz alışıb, amma bərabər də hər şey yazılmaz. Hamısı bir-birinə bərabərdir və bu da K-ya oxşarlıq homotetiya əmsalına bərabərdir və salam. Elə burada yazılmışdı səhv eləmirəmsə. Aha, deməli, hər hansı iki nöqtə arasındakı məsafə K dəfə artanda oxşarlıq əmsalı da adlanır. K dəfə azalanda isə
belə deyim də. Məsələn, tutaq ki, 2 dənə fiqur verilib. Əgər bu fiqurun, bunlar oxşardılarsa təbii ki də, bir-birinə əlaqəsizsə heç. Əgər oxşarlıq varsa bunların arasında, bu fiqurun, tutaq ki, AB məsafəsini 3 dəfə artırdıqda, digər fiqurun A1, B1 məsafəsi 3 dəfə artacaq. Və salam, əgər aralarında oxşarlıq varsa. Bu da belə. İndi nə dedik? Tərəfdir, hündürlüydür, median, tən bölən, perimetr və radiuslar. Bunların hamısının nisbəti bir-birinə və k-yə bərabərdir. Amma gəlirik bura. Sahə ilə həcm də bunlar dəyişir. Çünki sahə hər hansısa bir enli uzunluğuna vururduq. İndi əsasən enli uzunluğu deyirik də. Hər hansısa iki fərqli bir rəqəmin bir-birinə hasilidir. Onda olur k kvadratı. Həcm isə biz keçmişdik fəza fiqurlarından onun kubuna bərabərdir. V həcmdən işarə olunur. Zaten burada da yazılmışdı. Aha. Həcmləri k kubuna bərabərdir. Məsələn, biz bu qədər ifadəni yazdıq. Daha sonra kənardan yazaraq ki, ştrixin S-ə nisbəti bərabərdir k kvadratına və ştrixin də V-yə nisbəti bərabərdir k kubuna. Və salam. Yəni, bunlar hamısı bərabərdir, bir də k kvadratına bərabərdir. Bu anlayış düzgün deyil. Bunu silirik. Bunlar ikisi ayrı anlayış olaraq qeyd olunur. Sahə dedikdə kvadrat, həcm dedikdə kub. Və salam, yadda saxlamalı olduğumuz şey budur. Daha sonra uşaq deyirəm, çocuq. Üçbucaqların oxşarlıq əmsalları var, bəzi məsələlərə tətbiqləri var. Sonra burada Fales teoremi qeyd olunub. Biz Fales teoremi sizlə keçmişdik, bilirsiniz. Aha, yəni Fales teoremi də bizə aydındır. İndi keçəcəyik paralel köçürməyə. Paralel köçürmə dedikdə biz nə başa düşürük? Paralel köçürmədə, burada tərifdə də verdiyi kimi, müstəvi fəzanın bütün nöqtələri eyni qalır. Eyni istiqamətdə olmalıdır. Nöqtələri eyni istiqamətdə və aralarındakı məsafəni eyni saxlamaqla aparılan çevrilməyə paralel köçürmə deyilir. Paralel köçürmə də hərəkətdir. Paralel köçürmə zamanı A nöqtəsi AX, Y nöqtəsi A ştrix, X ştrix, Y ştrix nöqtəsinə keçərsə, aşağıdakı düstur doğrudur. Yəni, X bu nöqtədən bu nöqtəyə gəlibsə müəyyən A qədər, Y də müəyyən B qədər məsafəsi dəyişir. Baxın, X-lar arasındakı məsafəni A, Y-lər arasındakı məsafəni B götürübsə, məsələn, A nöqtəsini verib bizə, X-lar arasındakı məsafəni tutaq ki, 5 verib, Y-lər arasındakı məsafəni də məsələn 6 verib. İnşallah ki, misal nümunələrinə də baxacağıq, amma indi əvvəlcədən demək istədim. Tutaq ki, A nöqtəsini bizə verib 3, məsələn olsun 6. Deyir ki, A ştrix nöqtəsini tapın. X-lar arasındakı məsafə 5-dir. Deməli, biz 3-ün üstünə 5 gəlib, yeni olan X-i tapacağıq. Olacaq 8. Deməli, A ştrix olacaq 8 və Y-i tapanda da 6-nın üstünə bunlar arasındakı məsafə 6-nı gələcək. Deyirik 6 üstəki 6 bərabərdir 12. Deməli, A ştrix nöqtəsi 3-6 nöqtəsindən paralel olaraq köçürülüb 8-12 nöqtəsinə. Bu da bizim oldu kiçik bir nümunəmiz. İndi bəs paralel köçürməni necə ağlımızda saxlaya bilərik? Baxın, burada Y-ə paralel olaraq köçürüb, X-daki X-a paralel olaraq köçürüb. Məsələn, nöqtələr də dəyişir. Nöqtələrlə bizim çox da işimiz yoxdur. Oldu bu şəkildə. Daha sonra burada əsasən baxarsınız, simmetriya var. Simmetriyada biz əsas nələrə diqqət eləməliyik? Birinci koordinat başlanğıcına nəzərən simmetriya, ikinci apsis oxuna nəzərən, üçüncü ordinat oxuna nəzərən. Daha sonra isə bizə düz xəttin Y bərabərdir X düz xəttinə, X bərabərdir mənfi X düz xəttinə nəzərən, X bərabərdir A, Y bərabərdir B. Bu şəkildə. Bu da çox vaxt verilmir, amma yeni də verilsədir. Yəni, bizə əsasən 1, 2, 3-cü tiplər düşür, amma toplumumuzda bu tip suallara da rast gəlirik. Koordinat başlanğıcına nəzərən köçürmə nədir? İndi sadəcə qısa qaydalar kimi deyəcəm, elə yadınızda saxlasa sizin üçün daha faydalı olar. Koordinat başlanğıcına nəzərən köçürmə deyəndə X-in, Y-in işarəsini dəyişirik. Və salam.
X və Y-in işarəsi dəyişir. Məsələn, verib A nöqtəsini 3, 5. Deyir, koordinat başlanğıcına nəzərən köçür. Aştırıq oldu -3, -5. Və salam. Və yaxud da verib bizə A nöqtəsini tutaq ki, -8, 2. Deyir, koordinat başlanğıcına nəzərən köçür. Okey. Aştırıq olacaq -8, -2. Neynədim? Sadəcə işarələr dəyişdi. Başqa heç nə eləmədim. Və salam. Bu bizim oldu birinciyə aid nümunəmiz. Ya da elə qalsın, heç silməyim. Absiz oxuna nəzərən. Absiz oxu nədir? X oxudur, düzdürmü? Burada da o X oxu olduğunu qeyd edib. O X oxuna nəzərən köçürmə dedikdə X sabit qalır. Y-in işarəsi dəyişir. Bir də təkrarlayıram. O X oxuna nəzərən dedikdə X sabit qalır. Y-in işarəsi dəyişir. İşarəsini dəyiş. Həmçinin o Y oxuna nəzərən də dedikdə Y sabit qalır. Nəyi deyirsə o sabit qalır. X-in işarəsini dəyiş. Və salam. Kiçik qeydlərimiz oldu bu. Daha sonra düz xəttə nəzərən dedikdə nə olur? Y bərabərdir X düz xətti. Yəni harda Y gördünsə yerinə X qoy. Okey. Burada mən Y görmüşdüm. Yerinə X qoydum. Həmçinin burada da X var idi. Yerinə Y qoydum. Sanki bir-birlərinin yerlərini dəyişirlər. Və salam. X çevrilir Y olur. Y də çevrilir X olur. Başqa heç bir şey də dəyişmir. Y bərabərdir -X düz xəttinə nəzərən dedikdə yenə Y X çevrilir Y olur. Y çevrilir X olur. Və mənfi burada qeyd edilib. Baxın, ona görə işarələrində mənfi atırıq qabağına. Və salam. Yeni eyni tipdədir. Bir də nə qaldı bizdə? Bu anlayışlarımız. Məsələn, X bərabərdir A düz xəttinə nəzərən versə, onda 2A çıxılsın X. Y bərabərdir B düz xəttinə nəzərən 2B çıxılsın Y. Və AB parçası verib, parçası deyirəm, AB nöqtəsi verib. Məsələn, verib ki, A 5-dir, tutaq ki 8-dir. B tutaq ki 3-dür, 6-dır. Məsələn, A nöqtəsinin B nöqtəsinə nəzərən köçürməkdir. Onda nə edirdik? 2A çıxılsın X və 2B çıxılsın Y. Bunlara nəzərən də dəyişirik. Və salam. Yəni 2-yə vururuq. Əgər Y-ləndirsə Y çıxırıq. Həmçinin yenidən 2-yə vururuq verilən ifadəni. Əgər X veribsə X-da çıxırıq. X-in da yerində yazırıq. Və salam. Doldu belə. İndi baxırıq 2 nöqtə arasındakı məsafə. 2 nöqtə arasındakı məsafə biz zaten modul keçəndə demişdik, modul məsafədir. 2 nöqtə arasındakı məsafə dedikdə AB nöqtələri arasındakı məsafəni AB şəklində yazılır. Nə edirik? Bizim eləməli olduğumuz şey X-ları çıxırıq kvadrata yüksəldirik. Y-ləri çıxırıq kvadrata yüksəldirik. Cəmini kök altında hesablayırıq. Və salam. Başqa heç bir şey yoxdur. Baxın. A-nın koordinatlarını verib X1, Y1. B-nin koordinatlarını verib X2, Y2. Düzdürmü? Bizdən soruşur A və B nöqtələri arasındakı məsafə. X2-dən çıxırıq X1-i kvadrata yüksəldirik. Y2-dən çıxırıq Y1-i kvadrata yüksəldirik. Və onları kök altına işarəsi altında toplayırıq. Bu da bizim oldu 2 nöqtə arasındakı məsafənin tapılması. Daha sonra burada paralelogram var, romb var. Bunların hamısının isə simmetriya oxlarını qeyd edib. Bunda zaten biz dördbucaqlar mövzusunu keçəndə hansının neçədən simmetriya oxu var, hardandır, necədir? Bunlar barədə də demişdik, amma yenə də nəzər salarsınız, oxuyarsınız. Və salam. Bizim deməli oxşarlıq bölməsindən izahımız bu qədər idi. Hərəkət, fiqurların oxşarlığı. İndi rekorda dayandırıram. Yeni bir rekord açacağım. Orada isə koordinatlar metodunu izah edəcəm. Ayrı-ayrı videolar olsun.